Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. Venfa'na bima allamtana ve zidna ilmen. Ve aslih lana şe'nena kulleh. وَلَا تَكِلْنَا إِلَى أَنْفُسِنَا طَرْفَةَ عَيْنٍ. Əziz, qiymətli cəmaat, Allah Taala'nın müvəffəqiyyəti, onun yardımı və köməkliyi ilə böyük hədis alimi Hafiz Ən-Nəvavi rahimehullahın 40 hədis kitabını oxumağa davam edirik. Əbu Zər radiyallahu anhudan rivayet olunan 25-ci hədis. Allah Resulü sallallahu aleyhi və səlləmin səhabələrindən bir qisim insan gəlirlər Allah Nəbisi sallallahu aleyhi və səlləmin yanına və deyirlər ki, ya Rasulallah, mal mülk sahibləri mükafatları götürüb getdilər. Onlar da bizim namaz qıldığımız kimi namaz qılırlar, oruç tuttuğumuz kimi oruç tuturlar, mallarından artıq olanları isə Allah yolunda sədəqə verirlər. Allah Resulü sallallahu aleyhi və səlləm onlara deyir ki, sizlər Allahın sizin üçün nələri sədəqə etdiyini bilmirsiniz. Hər bir Subhanallah sözü sədəqədir. Hər bir Allahu Ekber sözü sədəqədir. Hər bir Elhamdülillah sözü sədəqədir. Hər bir La ilahe illallah sözü sədəqədir. Hər bir yaxşılığı əmr etmək sədəqədir. Hər bir pis işdən çəkindirmək sədəqədir. Hətta sizin ailənizlə yaxınlıq etməyiniz sədəqədir. İnsanlar dedilər, ya Rasulallah, bizlərdən birinə şəhvət hissi gəlir. Ailəsi ilə yaxınlıq eləyir. O buna görə mükafat savab qazanır. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, mənə bir deyin görüm, əgər o bu işi haram yolla etsəydi, buna görə günah qazanmayacaqydı mı? Eləcə də halal yolla şəhvani istək və arzusun qarşıladığı üçün savab və mükafat qazanır. Bu əzəmətli hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm bizlərə çoxlu xeyir yollarını göstərir. Belə ki, həqiqətən də Allah Teala hər bir xeyir istəyən şəxsə, hər bir yaxşı savab, əməl, iş görmək istəyən şəxsə xeyir yollarını açmış, onlar üçün rahatlaşmışdır. Keçən dərsimizdə biz bu hədisin ilk hissəsini öyrəndik. Şərhi ilə, izahı ilə bərabər. Bu dərsimizdə isə hədisin qalan hissəsinin şərhini öyrənməyə davam edəcəyik. Səhabələr həqiqətən də salih əməllər etməyə, xeyir işlər görməyə, savab, yaxşı əməllərdə bir-birlərlə yarışmağa həris idilər. Ona görə də baxmayaraq ki, kasıb idilər, baxmayaraq ki, normal donanışıq sahibi idilər, gəldilər Allah Resulü sallallahu aleyhi və səlləmin yanına, onlar üçün xeyir yolu göstərsin. Onlara savab qazanacaq, namaz qılırdılar, oruç tuturdular, ibadətləri eləyirdilər, istər fariz, istər nafilə. Lakin əlavə ibadətlər istəyirlərdi ki, daha çox savab və mükafatlar qazansınlar. Peyğəmbər sallallahu aleyhi və səlləm onlara dedi ki, Allahın sizin üçün nələri sədəqə etdiyini bilmirsiniz. Yəni, hansı əməlləri edən zaman sədəqə savabı, sədəqə vermiş ki, mükafat qazanacağınızı bilmirsiniz. Onlar üçün bir xeyir qapısı açdı. Onlar üçün bir xeyir qapısı açdı və dedi ki, hər bir Subhanallah sözü sədəqədir, hər bir Allahu Ekber sözü sədəqədir, hər bir Elhamdülillah sözü sədəqədir və hər bir La ilahe illallah sözü sədəqədir. Həqiqətən də burada çoxlu xeyirlər var. Asan, rahat, yüngül kəlmələr, lakin insan sədəqə vermiş kimi savab və mükafat qazanır. Və insanın da malından heç nə azalıb əksirmir. Subhanallah. Sədəqə vermək savabın mükafatın qazanır bu kəlmələri söyləməklə, onun mal və mülkündən isə heç bir şey azalıb əksilmir. Hədisdə gələn təsbih sözü, yəni Subhanallah demək. Subhanallah demək, Allahı təsbih etmək deməkdir. Təkbir sözü Allahu Ekber deməkdir. Allahu Ekber sözünü demək. Təhmid sözü
Elhamdülillah deməkdir. Elhamdülillah sözünü demək. Təhlil sözü isə la ilahe illallah kəlməsin deməkdir. Bütün bu kəlmələri bir dəfə deyən zaman insan sədəqə vermiş kimi savab və mükafat qazanır. Demək, hər bir Subhanallah sözünü demək sədəqədir. Hər bir Allahu Ekber sözünü demək sədəqədir. Hər bir Elhamdülillah sözünü demək sədəqədir və hər bir La ilahe illallah sözünü demək sədəqədir. Hər birinə ayrıca sədəqə vermə mükafatı yazılır. Sonra Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləm davam edir. Buyurur ki, hər bir yaxşılığı əmr etmək sədəqədir. Hər bir pis işdən çəkindirmək sədəqədir. Əl-əmru bil-ma'ruf, yaxşı işlər görməyi tövsiyə etmək. Buyurur ki müəllif, el-ma'ruf huvət-ta'atu vəl-xayru. Allaha itaat etmək, xeyir işlər görmək deməkdir. Və summiyə ma'rufən li'ənnəl-fitrəs-səlimə tə'rifuhu. Ona görə xeyir əməllər, Allaha ibadət və itaət el-ma'ruf adlanıb. Çünki sağlam və salamat fitrət, sağlam və salamat yaradılış bunu dərk eləyir, başa düşüb, anlayır. Sağlam və salamat fitrət bunu dərk eləyir, başa düşür və anlayır. Pis işlərdən çəkindirmək. Pis işlər isə adlanır əl-munkar. Yaxşı işlər adlanır əl-ma'ruf. Pis işlər isə adlanır əl-munkar. Kullu ma'asiyetin. Hər bir asilik, hər bir günah iş. Fəhiyyə munkar, münkərdir. Summiyə munkaran li'ənnən nüfusə əvvəl fitrə səlimə tunkirhu. Ona görə pis işlər, münkər əməllər adlanıb ki, çünki salamat və sağlam fitrət bu pis işləri və pis əməlləri etməyi inkar edir, qəbul etmir. Demək, əl-ma'ruf, yaxşı əməllər, Allaha itaat edib xeyir işlər görməkdir. Yaxşı əməllər, ona görə yaxşı əməllər adlanıb ki, çünki sağlam və salamat fitrət onu başa düşüb, onu dərk edir. Əl-munkar, pis işlər, asiliklər, günahlar. Ona görə münkar adlanıb ki, çünki sağlam və salamat fitrət, qəlb, nəfs onu inkar edir. Fəl-əmru bil-ma'ruf və nəhyü anil-munkar huma azimun fil-İslam. Yaxşı işlər görməyi tövsiyə etmək, bir insana yaxşı iş görməyə məsləhət etmək, eləcə də onu pis işdən çəkindirmək İslam dinində əzəmətli ibadətlərdəndir. Allah Subhanahu taala buyurur: "Kuntum xayra ummetin uxricet lin-nasi ta'muruna bil-ma'rufi və tenhavuna 'anil-munkari və tu'minuna billah." Siz insanlar arasından çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşı işlər görməyi tövsiyə edir. Günah və pis işlərdən çəkindirirsiniz. Allaha iman gətirirsiniz və bununla insan xeyirli insan olmuş sayılır. Əgər insan təkcə özü əməl etsə, lakin başqasının islahına çalışmasa, o zaman o xeyirli insan sayılmır. Ancaq özü ilə kifayətlənir. Tuslihə nəfsək, bəl tuhavil ən tuslihə qayrək. Öz nəfsini islah edirsən, sonra çalışırsan ki, başqaları da islah olsun. Əgər sən qeyri bir şəxsi yaxşı işlər görməyə, xeyir əməllər etməyə yönləndirirsənsə və yaxud da onu günah və şər işlərdən çəkindirirsənsə, artıq sən xeyirli insanlardan sayılırsan, Allah Taala'nın dininə dəvət edib yönləndirmə savabı qazanırsan və sanki sədəqə vermiş kimi əzəmətli böyük bir mükafat qazanırsan. Allah Subhanahu və Teala bu səbəblə sənin bu əməlin səbəbinlə çoxlu insanları faydalandırır. Özü də sən heç bir mal, mülk və əziyyət sərf etmədin. Əmri bil-ma'ruf və nəhyü anil-munkarin fəziləti böyükdür, faydaları olduqca çoxdur. Və insan da gücü çatdığı qədər bunu edir. Heç kəs deyə bilməz ki, mən dəvət edə bilmərəm. Əmri bil-ma'ruf, yəni yaxşı işlər görməyi tövsiyə edə bilmərəm. Yaxud da pis işlər görməkdən çəkindirə bilmərəm, bunu heç kəs deməməlidir. Əksinə hamı bazardığından, güc çatdığından etməlidir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Mən ra'a minkum munkaran felyughayyirhu biyadihi." Sizdən kim günah bir əməli görsə, onu əli ilə dəyişdir. Yəni əli ilə ona mane olsun. Fe in lem yestati' fe bilisanihi. Əgər o günah işin görülməyinə əli ilə mane ola bilməsə, heç olmasa dili ilə söyləsin. Dili ilə danışsın.
فَاِنْ لَمْ يَسْتَطِعْ فَبِقَلْبِهِ وَذَٰلِكَ أَضْعَفُ الْاِيمَانِ Eğer diliyle de mani olmağa bacara bilmirsə, o zaman qəlbində inkar etsin. Bu imanın ən zəif halıdır və bu da onu dəlalət edib göstərir ki, heç bir kəs əmr bil ma'ruf və nəhy anil munkərdən məzur, yəni üzürlü deyildir. Əksinə hamının üzərinə vacibdir. Yaxşı işləri tövsiyə etmək, pis işlərdən çəkindirmək. Hamı öz bacardığı hala, vəziyyətə uyğun bacarır. Əli ilə mani olsun, onu bacarmır. Dili ilə söyləsin, mani olsun, onu bacarmır. Qəlbi ilə inkar etsin. Bu da imanın ən zəif nöqtəsidir. Əl ilə mani olmaq, münkər bir işi görməyə əl ilə mani olmaq, bu hakimin işidir. Hansı ki, onda hakimiyyət və sultanlıq cəm olmuşdur. O, bir şeyi, bir münkəri əli ilə mani olub, onun qarşısını alıb ona sədd qoya bilər. Bu, onun işidir. Əlində hakimiyyət olmayan şəxs isə, yəni alimlər və elm əhli, bunlar isə dili ilə, sözləri ilə, kəlmələri ilə mani olurlar. Nəsihət edirlər, tövsiyələr verirlər, xatırladırlar və dilləri ilə mani olurlar haram və günah işin edilməsinə. Bu da alimlərin və elm əhlinin işidir. Onların üzərinə vacib olan budur. Demək, əllə mani olmaq, haram bir günah işin qarşısının görülməyin kəsmək, bu hakimin, əmr sahibinin işidir. Alimlər və elm əhli isə dilləri ilə, tövsiyə ilə xatırladırlar, nəsihət edirlər, başa sarırlar, demək, nəsihət edirlər. Və bunları edə bilməyən sıravi şəxs isə qəlbində inkar edir. Demək, qəlbində inkar edir. Həm qəlbi ilə, həm də dili, həm də ürəyi ilə, qəlbi ilə. Həm dili ilə, həm də qəlbi ilə inkar edir. Beləcə biz öyrəndik ki, heç kim əmr bil ma'ruf etməkdən və nəhy anil munkar etməkdən üzürlü deyildir. Və həmçinin insanın da bir günah işi, bir haram işdən çəkindirməyi qəlbi ilə inkar etməkdən də, demək, dili ilə inkar etməkdən də, qəlbi ilə inkar etməkdən də aciz deyildir. Ola bilsin, insan dili ilə mani ola bilməsin günah bir işin görülməyinə, yaxud əli ilə mani ola bilməsin, lakin qəlbi ilə inkar edə bilər və heç bir şey onu aciz edə bilməz. Qəlbində o əməli pisləməsi, bəyənməməsi, xoşuna gəlməməsi, buna heç kəs mani ola bilməz və o qəlbində inkar edə bilər. Əgər sən qəlbində günah bir işi, münkər bir əməli inkar edirsənsə, qəbul etmirsənsə, xoşuna gəlmirsə, bu onu dəlalət edir ki, artıq sən münkər olan bir əmələ, demək, qəbul etməmisən və bu da ondan uzaqlaşmısan və artıq, demək, səndə imanın ən zəif halı, ən şöbəsi vardır. Eləcə də qəlbən insan inkar edəndə başlayır o əməlin sahibləri ilə oturmamağa, onlar ilə yoldaşlıq etməməyə, həmçinin günah işlər görməkdə onlar ilə şərik olmamağa. Əsas qəlbdən başlayır. İnsan qəlblə bir günah işin olmağını istəməyəndə görürsən ki, onu edənlərlə də oturub durmur, onlarla da yoldaşlıq etmir. Və dəyərli cəmaət, həmin şəxslər hətta onu oturmağa və iştirak eləməyə məcbur etsə, onlara deyir ki, mən bu əməli bəyənmirəm və mən bu əməli istəmirəm, deyə bilməsə belə qəlbində inkar edir. Demək, təkcə qəlbdə bir əməli bəyənməmək kifayət deyil, gərək o əməlin edənlərdən də uzaq olasan, oturub durmayasan, onlar ilə qaynayıb qarışmayasan. Hətta insan əgər qəlbində inkar edir, lakin onlar ilə oturub durursa, o əməli edənlər yoldaşlıq edirsə və qaynayıb qarışırsa, bu qəlbdə inkar etmək sayılmır və beləcə islah olmayacaqdır. İslah olmayacaqdır. Müəllif buyurur ki, وَإِذَا أَنْكَرْتَ الْمُنْكَرَ بِقَلْبِكَ فَإِنَّكَ تَعْتَزِلْ أَهْلُ الْمُنْكَرِ وَمَوَاتِرِ الْمُنْكَرِ وَتَبْتَعِدُ عَنْهَا Əgər sən qəlbində bir münkəri, günahı inkar edirsənsə, sən üzərə düşən o münkər əhlini tərk eləmək, münkər iş görülən, pis iş görən yeri tərk eləmək və oradan uzaqlaşmaq. فَلَا تَجْلِسْ فِيهَا وَتُشَارِكْهُمْ فِي مُنْكَرِهِمْ
Onlar ilə oturub durma, onların münker işində onlar ilə iştirak etmə və təqul ənə munkerun bi qalbi. Bunu edə də sən deməyin ki, mən qəlbimdə inkar edirəm, bu demək sayılmır və bu hədə la yəkfi, bu kifayət deyil. Bəl labuddə ən təbtəidə anil munkər və əhlihi və la tuxalitə əhləl munkər illə izə kuntə təstati'l islah. Və sən pis iş görən insanlarla oturub durmamalısan, onların əhillə oturub durmamalısan və onlar ilə qaynayıb qarışmamalısan. Yalnız bir halda ki, əgər islahı düzəltməyi bacaracaqsansa, o zaman olar. Fə izə kuntə la təstati'l islah ibtəid və enci nəfsək. Amma əgər düzəltməyi bacara bilməsən, islah eləməyə bacara bilməsən, o zaman uzaqlaşırsan və öz nəfsini xilas edirsən. Demək, əgər insan günah bir əmələ düzəltməyi bacarırsa, nəsihəti fayda verəcəksə, Allahın iznə xeyir olacaqsa, o zaman onlara qalır, nəsihət edir, başa salır, öyrədir. Amma heç bir fayda verməyəcəksə, o günahkar insanları da, o günah işlər görən yeri də və o günah edən insanlarla qaynayıb qarışmağı da tərk edir və özünü oradan xilas edərək uzaqlaşır. Allah subhanahu və teala bizləri eşitib, başa düşüb, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. İnşallah hədisin şərhinə gələn dərsimizə davam edəcəyik.